Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə qırmızı mərcidən necə kotlet hazırladığımı bölüşmək istedim. Həm görünüşü, həm dadı mükəmməl alınır. Siz də mütləq hazırlayın. Əvvəl qırmızı mərcini yaxşıca yuyub təmizlədikdən sonra qeyd edim ki, mən 2 stəkan qırmızı mərcidən istifadə elədim. Sonra isə 10 dəqiqə qədər suda gözlədirəm ki, şişsin biraz. Sonra suyunu yaxşıca süzdükdən sonra isə doğrayıcıya əlavə eləyirəm. Üzərinə isə 2 ədəd soğan, 1 ədəd yumurta əlavə eləyib doğrayıcıya vızıldadıram. Sonra isə başqa bir qaba əlavə eləyirəm. Üzərinə isə 1 ədəd kök, 1 ədəd kartofu tyorkanın xırda gözündən keçirdib əlavə eləyirəm. Ən sonda da isə 200 qram toyuğun filə etini doğrayıcıdan çıxartdım mən. Siz et çəkən maşınkadan da çıxarda bilərsiniz. Üzərinə isə duz, istiot, 1 xörək qaşığı un, suxarikdə əlavə eləyə bilərsiniz. Mən un əlavə eləmişdim. Hamısını yaxşıca qarışdırdıqdan sonra tavaya yağ əlavə eləyirəm. Biraz yağ qızandan sonra isə kotletləri elimi suya bulayıb kotlet formasını verirəm. Bir damcı götürüb, bir qoz forma qədər götürüb kotlet formasını verirəm. Hamısını bu şəkildə tutduqdan sonra isə o tərəfini, bu tərəfini yaxşı yağda qızarlandan sonra süfrəyə servis edib nuş eləyirik. İnanın çox dadlı alınır. Siz də hazırlayıb nuş eləyə bilərsiniz. Videolarımı da bəyənirseniz like eləməyi, bəyənməyi unutmayın. Videolarımın da davamı üçün kanalıma abunə olmağı, mənə dəstək olmağı unutmayın. Hələlik.